Gəncənin zəngin bağlarından olan Sərdar bağında nadir ağaclar məhv olmaq təhlükəsi qarşısındadır. Şəhərimizdə 109-a qədər müxtəlif ağac kol cinslərin olduğu halda onların əksəriyyəti məhz bu bağda cəmləşib və 10 növ qiymətli ağaclar bu günə qədər məhv olub. Bunlara misal olaraq göstərmək olar qaraçöhrəni, kamfer ağacını, zambaq ağacını, müxtəlif qarğıların burada nümayəndələri var idi. Yəni qarğı dedikdə bambuk ağacının nümayəndələri var idi. Onlar da yoxa çıxıb. Bundan başqa burada şərq kriptomeriya adlı, Yapon kriptomeriyası adlı bir ağac var idi ki, o da baxımsızlıq üzündən məhv olubdur. Bu bağı 1847-ci ildə Qafqaz valisi Varançov bağçılığın inkişaf etdirilməsi məqsədi ilə salıb. Bugün bağın sahəsi 6500 gektar təşkil edir və yaşıllaşdırma obyektlərinin təlimatlarına əsasən ancaq 10% başqa obyektlərə ayrıla bilər. Dondurma satışı və başqa işlərin, yəni parkın işinə aid olmayan işlərin burada aparılması, burada bitkilərin, ağaçların özünü aparmasına müəyyən dərəcədə mənfi təsir eləyir. Bütün bunlar hamısı burada işlərin mərkəzləşdirilmiş, düzgün qaydada aparılmamasına gətirib çıxarır. Bu bağ nadir təbii ərazi nümunəsidir. Mütəxəssislərin fikrincə mühafizəsi və zənginləşdirilməsi üçün ona milli park statusu verilməsi vaxtı çatıb. Bu söhbət hörmətli akademik Məmməd Tağı Cəfərov tərəfindən qaldırılıb, akademik Vahid Quliyev tərəfindən qaldırılıb və bunların artıq bu təkliflər şəhər icra hakimiyyətinə təklif olunubdur və onlar yəqin ki, müəyyən o distansiyalarla bu qərarın milli status parkının verilməsi barəsində yuxarı təşkilatlar qarşısında bir fikir, məsələ qaldırıb bunu həll eləmək fikirləri var. Onu da qeyd edək ki, bağda bitən ağac və kol cinslərin növ müxtəlifliyinə görə dendro bağa sayılır və bağdakı bitkilər Azərbaycanın qırmızı kitabına daxil edilib. İlqar Ağayev, Vaqif İbrahim Xəlil, Xəbər Plus.